Hər kəsə salam. Qabil müəllim demişkən, onu bunu bilmirəm. Son vaxtlarda videolarım kəşfətə düşmür. Gəlin hamımız əvvəlcə bu videonu paylaşaq, bəyənək, qayd edək ki, çoxlarının qabağına çıxsın və çoxlarının uşaqları bu videodan yararlansınlar. Bugün uşaqlarında gec diş çıxarma, əsəbilik, daha körpə uşaqlarda əmcəyin gec bağlanması, ayaq əyriliyi, sümük əyriliyi, uşaqlarda baxsız ki, sümüyü 8 yazır. Uşaq gec yeriyir. Belə deyim də, yəni yeriməsi çox uzun çəkir ayağa qalmaq uşağın. Bu kimi problemlər var. Uşaq tez-tez xəstələnir. Qrup ortamında olduğu an uşaq xəstələnir. O qədər immunitet aşağıdır, o qədər zəifdir uşaq. Bunlar nədən irəli gəlir? Bunlar uşağın bədənində kalsiumun çatışmazlığından irəli gəlir. Uşağın bədənində kalsium çatışmayanda 180-dan çox xəstəlik uşağı çox tez şəkildə tuta bilər. Kalsium 180-dan çox xəstəliyin qabağını alan bir elementdir. Bugün uşaqlarımız onsuz da düzgün qidalanmır. Üstəgəl də uşaqlardakı həmin bu problemlər çox həddindən artıq çox həddə gəlib çatıbdır. Yəni çox belə böyük problem halına gəlibdir. Valideynlər, siz narahat olmusunuzmu? Uşaqlarınızda əgər bu problemlər varsa, zəiflik, immunitet zəifliyi, gec diş çıxarma, əmcəyin gec bağlanması, boynun balaca olması, zəif olması, sümüyünün əyri olması və ayağında əyrilik olmağı, bu kimi problemlər sizi narahat edir mi? Bir valideyn olaraq bugün analar, valideynlər deyəcək ki, narahat edir. Necə narahat edir? Apteklərdən gedib müəyyən vitaminlər alırlar. Vitaminin tərkibini araşdırsalar, görərlər ki, 10 dənə element varsa o vitaminin tərkibində 9-u naməlumdur, biri məlum. Və biz bunu veririk uşaqlara ki, bunu iç, immunitetin qalsın ya nə olsun. Beləliklə, uşaqların sağlamlığının qeydinə qalmaq olmur. Bugün əgər valideynlər evladlarınızın sağlamlığının qeydinə qalmaq istəyirsinizsə, uşaqlarınızda sağladığın problemlər varsa, mütləq şəkildə uşaq kalsiumunu istifadə edin. 10 gün uşaqlar bunu istifadə edəcək. Bu 10 gün içində uşaqlarınızdakı dəyişikliyi görəcəksiniz. Bugün mən çoxları tanıyır. TikTokda danışıram, müəyyən məlumatlar verirəm, maarifləndirirəm, hansısa bir məhsulda məsləhət görürəm. Eləcə də bu günlərim uşaq kalsiumuna məsləhət görürəm. Valideynlər də içsinlər. Hamilə xanımlar içsinlər. Bugün siz düzgün qidalanmasaz, bətninizdəki uşağa hansı mikroelement gedib çatacaq? Bundan sonra uşaq doğulur, uşaqda sümük problemi, gec diş çıxarma problemi və s. bir sürü problemlər çıxır. Uşaq xəstə deyilir. Uşaq xəstə deyil, ana xəstədir. Uşaq xəstə deyil, ana xəstədir. Ana düzgün qidalansaydı, uşaqda o problemlər olmazdı. Bugün uşağına önəm verin. Əlindən tutub McDonald's aparıb neçə dollarlıq dönəri yedirən valideynlər. KFC-də uşağına kolanı, cipsini, çirən yedirən valideynlər. Marketlərdə bilinməyən çeşit-çeşit şokoladları, peçenyeləri uşağına alıb yedirən valideynlər. Bunları eləyərək uşağınızın nə immunitetini gücləndirirsiniz, nə sümük əyriliğini düzəldirsiniz, nə göz zəifliyini düzəldirsiniz, nə dilindəki keşələməni düzəldirsiniz, nə ayağındakı əyriliyi düzəldirsiniz. Bunları uşağınıza alaraq tam tərsinə uşağınızı daha xəstə vəziyyətə gətirirsiniz. Mən bugün burada kimisə bazarını bağlamıram. Amma dediklərim həqiqətdir. Məntiqlə düşünsək və əgər araşdırsaq hər yediyimiz o qidanı, onda görərik ki, onun tərkibində nə var və bizə nə qədər zərəri var. Bugün uşaq kalsiumunu mütləq şəkildə uşaqlarınıza içirməyinizi məsləhət görürəm. 98% orqanizmə sovrulur. İri buynuzlu öküzlərin sümündən alınmış məhsuldur, iyonlaşmış kalsiumdur. Yəni ki, itkiyə getmir. Tam uşağınızın bədəninə sovrulur və istifadə etdikdən sonra nəticəsini görəcəksiniz. Nə kimi dəyişikliklər var uşağınızda. Heç bir əks təsiri də yoxdur. Söhbət aptekdə satılan çeşit kalsiumlardan getmir. Söhbət TNS-ə məxsus, təbii, iyonlaşmış kalsiumdan gedir. Sağ olun, sağlamlığınızın qeydinə qalın.